Bəzən hisslər heç də sönmür, sadəcə geri çəkilir. Bir şeyi fərq etmisən, səni sevən insan yanındadır. Sənə vaxt ayırır, səni seçir, səni anlayır. Amma içində sanki bir addım geri çəkilmə var. Sən qaçmırsan, amma yaxın da getmirsən. Bu laqeydlik kimi görünür, amma əslində laqeydlik də deyil. Bu gözləmə halıdır. Sanki içində bir hiss deyir. Biraz dayan, biraz bax, biraz tələsmə. Təhlükəli ola bilər. Çünki o vaxtlar hər şey yaxşı gedəndə nəsə qəfil dəyişib və sən bunu ağlınla yox, bədəninlə xatırlayırsan. Ona görə indi kimsə səni seçəndə sənin içindəki hiss soruşur. Bu nə qədər davam edəcək? Bəlkə məni tərk edəcək və cavabı bilmədiyi üçün özünü geri çəkir. Bu hisslərin sönməsi deyil, bu hissləri qorumaqdır. Bəzən insan sevgidən qaçmır, sadəcə onu itirməyə hazır deyil. Çünki bizim beynimiz sadəcə şuur altındakılara reaksiya verər.